Salamlayıram sizi ve bugün biz Microsoft Office paketinin 4. proqramını öyrənməyə başlayırıq. Bu proqramın adı Access'tir. Tam adı gedir SUBD Access, yəni Sistema Upravleniya Bazı Danlıq. Yəni bu proqramın köməyi ilə siz məlumat bazalarını yarada bilərsiniz və bu baza sizə hesablamalarda böyük köməklik edə bilər. Hal-hazırda əksər müəssisələrdə 1S proqramı durur. Mən deyə bilərəm ki, əgər sizdə xırda hesablamalar varsa, 1S proqramı əvəzinə Access proqramını istifadə etmək olar. Nəyə görə? Əvvəla 1S proqramı mürəkkəb proqramdır və onu quraşdırmaq üçün xüsusi mütəxəssis lazımdır, yəni proqramist lazımdır. Üstəgəl 1S proqramı kompüterdə çox yer tutur. Access proqramının bazası isə az yer tutur və onu quraşdırmaq üçün müəyyən bir biliklərə nail olub, həmin bazanı özünüz yarada bilərsiniz və qıraqdan mütəxəssis olmasa da həmin bazanı istifadə edə bilərsiniz. Gəl baxaq görək, bu bazanı necə yaratmaq olar. Proqramı bax bu qovluqda yerləşdirəcəyik. Adı gedir ASS-AS. Yəni bağlayıram buranı. ASS-AS qovluğunda yerləşəcək. Hal-hazırda burada heç nə yoxdur. Proqramı çağırmaq üçün eyni 3 üsuldan istifadə edilir. Bu üsulları biz Word, Excel və PowerPoint proqramını istifadə edəndə işlədirdik. Birinci, pusk, yəni start düyməsini basırıq və buradan Access proqramını seçirik. İkinci variant, işçi masadan həmin işarəni seçirik və üçüncü, bu paneldən bu düyməyə basırıq və Access proqramını çağırırıq. Belə bir pəncərə açılır. Bu pəncərədə bu düyməyə basırıq. Pustaya baza danlıq, yəni boş baza bastıq. Əvvəlcə bazaya ad veririk. Yəni hansı adla bu bazanı istifadə edəcəyik, məlumat bazasını istifadə edəcəyik. Gəliz buna belə bir ad verək. Təlim, deyək ki, təlim adını verək. Keçək Azərbaycan dilinə, təlim. Və göstəririk ki, hansı qovluqda bu təlim faylını yerləşdirəcəyik. Qovluğu seçirik, keçirik işçi masaya, rəboçi stol. Buradan keçirik həmin qovluğa ASS-AS və ad təlim, OK. Və buradan basırıq sazdat, yəni yarat. Və baza yaranır. Belə bir pəncərə açılır. Gəlsəlliyi onu bağlayaq, lazım deyil bizə. Keçək qovluğa və fikir veririz. Təlim bazası ASS-AS qovluğunda yarandı. Gəlzində əvvəlcə qısaca menyulara baxaq, tablara baxaq. Nəyə görə deyirəm qısaca? Çünki demək olar ki, 80-85% əmrlər Word, Excel və PowerPoint əmrlərlə eynidir. Gəl baxaq fayl tabına. Fikir veririz. Создать, yəni yarat, открыть, aç, сохранить, сохранить как, yaddaşda saxla, печать, закрыть, bağlamaq, parametrlər eynidir. Gəl baxaq главное, home tabına. Fikir veririz. Вырезать, копировать, yəni kəs, kopyala, yerləşdir. Sonra bu şriftlər görürsünüz. J, K, Ç, yəni jırlı, yağlı, kursiv, altına xətt çək. Rəngini dəyiş, ortada yerləşdir mətni, solda, sağda. Burada mətnin şriftini dəyiş, ölçüsünü dəyiş. Sonra burada var, görürsünüz, по возрастанию artırma ilə, по убыванию azalma ilə. Sonra сохранить, создать. Bunları görürsünüz, hamısı eynidir. Заменить, перейти, выбрать, yəni əvəz et,
falan yerə keç. Bunlar Word-lə, Excel-lə eyni mənadaşır. Ona görə bunu təzədən keçməyə mənası yoxdur. Gəl giriş paneli göz burada da yuxarıda yerləşdir. Yeganə əmr hansı ki Word, Excel, PowerPoint komandasında yox idi və sıx aksesa aiddir. Bax bu pəncərədə, Home pəncərəsində, Qlavna pəncərəsində. Bax bu soldakı bir əmrdir. Onu birazdan sizə keçəcəyim. Əsas istifadə elədiyimiz tablar, bax bu iki tab olacaq. Əsasən bu olacaq, sozdание, yəni yarat. Burada cədvəlləri, sorğuları, formaları və hesabatları yaradacağıq. Burada var внешний данные, yəni xarici məlumat. Yəni burada görürsünüz, Access var, Excel var. Yəni Access-dən məlumatı Excel-ə tullamaq olar. Yaxud da Excel-dən Access-ə qəbul eləmək olar. Bu tabdan da az-maz istifadə edəcəyik. Əsasən bu tab olacaq. Yəni bu tabları keçəndə, yəni gələn dərslərdən bu tabları istifadə edəndə bu komandaları sizə, yəni bu əmrləri sizə başa salacaq. Və axırıncı bu menyu haqqında nə demək istəyirəm? Word Excel-də bax burada bir düymə var idi. O düymənin köməyi ilə bax bu lenti bağlamaq olar. Fikir verirsiniz. Görürsünüz, düymə buradadır. Bu lenti bağlamaq olur. Eyni şey də Excel-ə aid. Nə üçün bu proqramda bu knopkanı bura keçirdiblər və burada belə bir işarə qoyublar? Başım çıxmır. Görürsünüz, alternativ də var. Ctrl F1. Yəni bu düyməni basanda lenti bağlayırsınız. Qaytarmaq istəyirsinizsə, ya klaviaturadan Ctrl F1 düyməsini basırsınız. Lent bərpa olunur. Yaxud da istənilən tabı açırsınız və istənilən tabı açdınız. Burada belə bir işarə var. Bunu belə basırsınız və işarə və lent yerinə qayıdır. Yaxud da heç bu işarədən istifadə eləmirsiniz. Bir dəfə basırsınız Ctrl F1-i, lent yox olur. İkinci dəfə basanda lent bərpa olunur. İndi gəliz əsas 4 element haqqında qısaca bir məlumat verim. Dediyim kimi 4 element tablitsi, yəni cədvəllər, zaprosu, sorğular, formalar və atçotu hesabatlardır. Demək olar ki, Access-in bütün işi bu 4 element üstündə qurulub. Bu 4 elementin əsası cədvəllərdir. Bütün sorğular, formalar və hesabatlar cədvəllərdə olan məlumat üstündə qurulur. Düzdür, hesabatları sorğular üstündə, yaxud sorğular və formalar üstündə də yaratmaq olar. Sadəcə olaraq sorğuların və formaların özləri cədvəllərin üstündə yaradılır. Ona görə demək olar ki, hesabatlar həmişə cədvəllərdə olan məlumata görə yaranırlar. Təlimimiz necə olacaq? Yəni, əvvəl biz cədvəlləri, sorğuları, formaları və hesabatları yaratmağı öyrənəcəyik. Və onlar bir-biri ilə, yəni müəyyən bir mövzulara və onlar bir-biri ilə bağlı olmayacaq. Bir müddətdən sonra artıq siz asanlıqla bu elementləri yaradacaqsınız və bundan sonra biz tam bir məlumat bazası yaradacağıq və orada bütün bu elementlər, yəni cədvəllər, sorğular, formalar və hesabatlar bir-biri ilə bağlı olacaq. İndi gəlirik bir dənə cədvəl yaradaq və burada görürsünüz bu əmrləri. Məsəl üçün, cədvəlləri iki cür yaratmaq olar. Tablitsi düyməsini basırsınız, yaxud əmrini basırsınız, yaxud konstruktor tablitsi, yəni cədvəllərin konstruktoru. Burada sorğuları yaratmaq üçün konstruktordan istifadə edə bilərsiniz, yaxud masterdən istifadə, ustadan istifadə edə bilərsiniz. Master zaprosu sorğunun ustası.
Eyni şey də formaya aiddir, eyni şey də hesabatlara aiddir. Mən əksər hallarda ustadan istifadə edirəm, yəni masterdan istifadə edirəm. Nəyə görə? Çünki usta demək olar ki, əməliyyatın 80-85%-ni yaradır. Sonra isə müəyyən əlavələr eləmək lazımdırsa, yaxud hesabatın, yaxud formanın dizaynını biraz cəlbedici eləmək üçün onda artıq özünüz müəyyən əməliyyatlar eləyirsiniz. Amma əgər sıfırdan başlasaz, yəni konstruktordan istifadə etsəz, bu sizdə daha çox vaxt aparacaq, nəinki ustadan istifadə etsəz. Ona görə mən məsləhət görürəm, gələcəkdə də artıq professional olandan sonra da ustadan istifadə eləyəsiniz, yəni masterdan istifadə eləyəsiniz. Sonra isə əllə özünüz lazım olmayan elementləri əlavə eləyəsiniz, yaxud dizaynı dəyişəsiniz. İndi gəlirik, bugün bir dənə cədvəl yaradaq. Cədvəli yaratmaq üçün bax, bu əmrdən istifadə edirik. Konstruktor tabliç, yəni cədvəllərin konstruktoru. Basarıq bu düyməyə və belə bir pəncərə açılır. İmya pole, yəni xananın adı bölməsində bizə lazım olan xanaları qeyd edirik. Adları həm Azərbaycan dilində yazmaq olar, həm ingilis dilində, həm rus dilində. Amma məsləhət görürəm, adları ingilis dilində yazasınız və ingilis əlifbasını istifadə edəsiniz. Azərbaycan dilinə xas olan hərflərdən istifadə eləməyiz. Yəni ədi, üdü, qıdı, cıdı, şıdı. Yəni bu hərfləri istifadə eləməyiz. Çünki sonra hesablamalar aparmaq lazım olanda Access 2016-da problem oldu. Bəlkə növbəti versiyalarda, yəni 22-ci ilin, yaxud 21-ci ilin, yaxud 24-cü ilin versiyalarında bu problemi aradan qaldırıblar. Amma 2016-cı ilin versiyasında bir xananı o bir xanaya vuranda, yaxud toplayanda, əgər xananın adında Azərbaycan hərfi varsa, o istifadəçiyə problemlər yaradır. Yəni məndə belə şey olub, ona görə deyirəm. Gəlin indi xanaları daxil edək. Birinci xananın adını qoyaq. Deyək ki, məsələ ambara aid olacaq və bu cədvəl ambara gələn olan mallara həsr olunur. Yəni belə bir cədvəl yaradırıq. Ştrix kod. Tip danlıq, yəni verilənlərin tipinə fikir verməyiz. Bu sütunu dolduraq, sonra burada sizə izah edəcəyəm. Necə burada lazım olan məlumat seçmək lazımdır. Ştrix kod, sonra yığaq. Malın adı, sonra yığırıq. Tarix, sonra olur say və qiymət. Burada Azərbaycan hərfi olduğuna görə burada elə qiymət. İndi keçirik bu bölməyə. Ştrix kod bizdə rəqəm də ola bilər, müəyyən bir işarələr də ola bilər. Ona görə bunu götürürük mətin kimi. Mətin kimi və deyək ki, 25 işarə kifayət eləyər. Sonra malın adı götürürük mətin kimi. Burada da 25 işarə bəs eləyər. 20-25, uzağa 30 işarə bəs eləyər. Sonra tarixi götürürük. Tarix bizdə olacaq. Datı ivremi, yəni tarix və vaxt. Və buradan seçirsiniz. Belə. Sonra say bizdə olacaq rəqəm. Onu burada seçirsiniz çislavoy. Və burada seçmək olar длинное целое, yaxud byte. İndi izah edəcəm. Qoyalım belə qalsın.
və burada yenə də qiymət ya pul vahidini seçmək olar, denijni, yaxud da çislovoy rəqəm. Biz çislovoy seçək, rəqəm. Və burada gəlir длинное целое. İndi burada izah edirəm sizə nədir. Длинное целое, byte və целое. Byte nə deməkdir? Yəni rəqəmlər 0-dan 255-ə qədər ola bilər və yalnız müsbət ədədlər ola bilər. Əgər sizə mənfi ədədlər lazımdırsa, yəni məlumatı daxil edin, mənfi ədədlər də daxil edə bilərsiniz. Onda seçirsiniz ya целое, yəni tam ədəd, yaxud длинное целое, uzun tam ədəd. Birinci halda, yəni целое belə seçəndə sizdə diapazon olacaq mənfi 32.768-dən müsbət 32.767-yə qədər. Əgər belə seçirsinizsə, uzun tam ədəd, onda diapazon olacaq mənfi 2.147.000.000-dan çox, daha doğrusu az və müsbət 2.147.000.000-dan biraz çox şəkildə bu rəqəmləri siz görürsünüz. Gəlir hər ikisinə verək целое, yəni uzun tam. Belə və burada belə. Artıq cədvəlimiz hazırdır. İndi bunu yaddaşı göndərmək üçün Ctrl+S düyməsini basırıq. Və sistem soruşur ki, cədvələ nə ad verəcəyiz? Yazaq ambar. Ambar və burada gəl, yəni gələn mallar. Amma yəni deyirəm, hərfin əvəzinə belə yaz, gel yazmaq olur. Ambar gel, yəni ambar gələn mal. Onsuz da bunu, əgər sifarişçiyə təhvil verirsə, bunu görməyəcək. Gələcəkdə risk bu adları görmür. Yəni, daxili adları sifarişçi görməyəcək. Amma əgər görünən hissədə isə Azərbaycan dilində yazmaq olar. Onu indi gələcəkdə nəzərdən keçiriləcək. Sistem sizə xəbərdar edir ki, açar xanalar verilməyib. Ləğv edirsiniz. Ştrik kod təkrarlanmayan bir məlumatdır. Yəni, hər malın öz ştrik kodu var. Ona görə bunu açar edirik. Burada ключевое поле var. Kursoru qoyursunuz ştrik kodun üstünə və ключевое поле, yəni açar xana düyməsini basırsınız. Görürsünüz, burada belə işarə gəlir və aşağıda gəlir ki, совпадение допускается. Yəni, bu xana yek olmalıdır. Yəni, əgər tutalım ki, məlumat 1-dirsə, ştrik kod 1-dirsə, ikinci sətirdə bir ştrik kodu ola bilməz. Yaddaşda saxlayırıq. Və artıq belə cədvəlimiz var. İndi çıxaq buradan. İndi konstruktora yenidən girmək üçün seçirsiniz cədvəli. Sağ düyməni basırsınız və burada konstruktor var. Yaxud ambarı daxil eləmək üçün məlumatlar aça bilərsiniz. Belə üstündən 2 dəfə sol düyməni basırsınız. Görürsünüz, cədvəl açıldı. Və buradan konstruktora keçmək üçün 2 üsul var. Sol tərəfdə yuxarıda rejim düyməsini basırsınız və burada konstruktor var. Yaxud aşağıdan görürsünüz, burada konstruktor var. Girirsiniz konstruktora. Bu isə cədvəl rejiminə qayıdırsınız. Yəni, məlumatları daxil etmək üçün. Yeni göstərim. Buradan konstruktora girdik. İndi buradan girək konstruktora. Və belə. Və buradan qayıdırsınız cədvəl rejiminə. İndi burada necə işləmək olar? 1-2 əməliyyat aparaq. Ştrik kodu yığdıq 1. Tutalım ki. Bundan sonra növbəti xanaya keçmək üçün ya tab düyməsini basırsınız klaviaturadan, yaxud enter. Malın adını yazaq, tutalım ki A.
tarix deyək ki, yığırsız. 22 məsəl üçün kəsir xətt 12 2025 və fikir verirsiniz. Mən kəsir xətt yığdım. Enter düyməsini basıram. Sistem özü nöqtəyə çevirir. Yəni nöqtədə yığa bilərsiniz. Kəsir xəttdə yığa. Sayt tutalım ki olsun 10, qiymət olsun deyək ki 1 manat. Keçin növbəti sətrə. Ştrix kod 2, malın adı olsun B. İndi burada tarixə fikir verir. Tarixə keçən kimi sağ tərəfdə belə bir işarə çıxır. Buna kalendar deyirlər. Bastınız və tarix. Bugünkü tarix istəyirsinizsə bugün ayın 24-düdür. Elə buradan seçə bilərsiniz. Sivonya basırsınız, tarix gəlir. Əgər başqa tarix lazımsa tutalım ki ayın 23-ü yığdınız, ayın 23-ü gəldi. Yəni say yığırsınız məsəl üçün 50 qiymət deyək ki 2 manat. Burada görürsünüz biz tam ədədləri seçdik qiyməti. Əgər istəyirsiniz ki vergüldən sonra ədədlər olsun deyək ki qəpikdə olsun, onda konstruktorda və burada çislovoy yəni rəqəmli ədəd seçəndən sonra burada длинная целая yaxud целая yox. Belə yox. Gəlin bunu eləyək целый. Və burada ya verirsiniz ordinarная с плавающей точкой, yaxud двойной с плавающей точкой. Bu o deməkdir ki, ədədlər tam olmayacaq. Yəni vergüldən sonra da nə qədər istəyirsiniz özünüz ədəd seçə bilərsiniz. Yəni 2 ədəd, 3 ədəd, 4 ədəd, 1 ədəd. Bu biraz böyük ədədlər olacaq, rəqəmlər olacaq. Burada biraz balaca ədədlər olacaq. Amma biz nəzərə alaq ki, qəpikləri istifadə edilməyəcək. Ona görə ki, tam ədəd seçirik. Belə. İndi bir dənə tarixə nəzər salaq. Sizə burada göstərdim ki, tarixə keçən kimi burada görürsünüz belə işarə gəlir. Rahatdır. Amma əgər siz keçən ay məlumatı daxil edəcəksiniz, yaxud keçən ilin məlumatı daxil edəcəksiniz. Bu nadir hallarda belə şeylər olur, amma olur. Onda bu kalendar rahat deyil. Və tutalım ki, formatlaşdırmaq istəyirsiniz ki, bura keçəndə sizdə formatlaşdırma olsun və kəsir xətt yaxud nöqtəni yığmayasınız. Belə də eləmək olar. Keçirik konstruktora və burada data и время olan yerdə əvvəlcə seçirik. Və burada qoyuruq kursor bura maska voda. Yəni daxil eləmək üçün burada maska yaradırıq. Kursor burada yanıb sönür. Keçirik 3 nöqtəyə bastıq. Və burada formatlar çıxır. Tarixin formatları çıxır. Seçirik. Daha doğrusu mən həmişə seçirəm. Kratki format datı. Və budur. Görürsünüz. Orta formatda seçə bilərsiniz. Belə çıxacaq. Seçdiniz. Burada yoxlayırsınız. Necə olacaq? Və görürsünüz artıq formatlar çıxır. Və burada kəsir xətt nöqtəni vurmağa ehtiyac yoxdur. Yoxlaya bilərsiniz burada. Keçirik dali, növbəti sətrə və burada fikir verirsiniz. Bu pəncərədə sizə belə bir maska verilir. Və belə olanda ili siz 4 rəqəmlə yığırsınız. Yəni 2025. Əgər istəmirsinizsə bu 2 dənə 0 buradan yığışdırırsınız və yığırsınız 25. Mən öyrəşmişəm 4 rəqəm yığmağa, ona görə heç nə burada dəyişməyəcək. Burada yerə burada yoxlaya bilərsiniz. Getdik. Okey. Hazırdır. Görürsünüz belə maska gəldi. İndi fikir verirsiniz. Yaddaşda saxlayırıq. Burada bir dənə ştrix kodu yığaq. Deyək ki 3. Keçdik bura. Malın adını yığaq. Nəsə S. Yəni fərqi yoxdur. Bu rus əlifbası olsa siləcəyik. Və burada görürsünüz artıq kalendar itir. Amma bura basan kimi görürsünüz format çıxır. Yığırsınız deyək ki 23 12 2025. Görürsünüz artıq nə kəsir xətt lazımdır, ya nə nöqtə lazımdır. 10 tutalım ki və qiymət 3 manat.
Və belə. İndi bu məlumatları necə silmək olar? Xananın içində backspace delete düyməsindən istifadə edə bilərsiniz. Sətri silmək istəyirsinizsə, sətri belə seçdiniz. Və burada udalить əmri var. Bastınız. Görürsünüz, yazır ki, bir dənə sətri yox eləmək istəyirəm. Təsdiqlə. İstəyirsinizsə da düyməsini basırsınız. İstəmirsə net. İndi mən silməyəcəyim. Net düymə. Tutam çaşmışam. Basıram net. Və qalır sətr yerində. Bütün sətirləri silmək istəyirsə, yaxud bir neçə sətri silmək istəyirsə, gəlin hamısını silək. Bax, seçdiniz belə. Sol düyməni buradan basırsınız. Buraxmadan dartırsınız aşağı. Seçildi. Yazırsınız udalить. 3 dənə sətri seçmişdik. Sistem sizə deyir ki, 3 dənə sətri yox eləyirəm. Təsdiqlə. Bu dəfə təsdiqləyirik. Da. Təsdiqlədik. Və artıq bazamız, yəni cədvəlimiz boşdur. Sonra burada nə etmək olar? Cədvəldə. Və burada filtrasiya eləmək olar. Malın adını seçirsiniz. Gəz bir də daxil eləyək. Bir. Deyək ki, malın adını verək A. Malın adını verək belə A. Gəz burada elə 2. Malın adını verək A. 3. Malın adını verək deyək ki belə. Necə filtrasiya eləmək olar? Fikir verin. Basırsınız bu işarəni və buradan seçirsiniz lazım olan malın adını. Burada quşu yığışdırdınız. Sonra bizə AA lazımdır. Seçdiniz. Okey. Və görürsünüz, yalnız AA malı qalır. Filtr yığışdırmaq istəyirsinizsə basırsınız. Snatch filtr, yəni filtri yığışdır. Seçdiniz. Görürsünüz, bütün mallar qayıdır. Buradan da eləmək olar, buradan da eləmək olar, buradan da eləmək olar. Filtri yığışdırmaq olar. Formaları keçəndə mən bu filtrlərdə bir nəzərdən keçirəcəyəm. Nəyə görə indi burada eləmək istəyirəm? Çünki cədvəllə biz demək olar ki, daha işləməyəcəyik. Mənim fikrim odur ki, cədvələ məlumatı daxil eləmək üçün formalardan istifadə eləmək lazımdır. Yəni cədvəlin özündən məlumatı daxil eləmək elə də rahat deyil. Yəni formalarda müəyyən bir dizayn yaratmaq olar. Özünüz necə istəyirsiniz, xanaları yerləşdirirsiniz. Enini, hündürlüyünü özünüz verə bilərsiniz. Burada başlıq verə bilərsiniz. Rəngini dəyişə bilərsiniz. Cədvəllərdə bunu eləmək mümkün deyil. Ona görə məsləhət görürəm ki, cədvəli yaradandan sonra bütün manipulyasiyaları formaların köməyi ilə yerinə yetirəsiniz. Gəl bunu bir də yox eləyək. Cədvəli boşaldaq. Seçdik. Udalить. Belə elədik. Cədvəli bağlayırıq. Artıq bizim bir cədvəlimiz hazırdır. Gələn dərsdə bu cədvəli istifadə eləyərək formalar yaradacağıq. Bu günə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.